Salam dəyərli yoldaşlar, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim. Bugün sizlərə Mirzə İbrahimov Gələcək Gün romanı haqqında ən vacib məqamları diqqətini çatdıracağam. Sonra qədər izləməyi unutmursunuz. Möhtəşəm bir əsərdir. Düşünürəm ki, möhtəşəm bir izahı da olacaq. Təbii ki, romandan bir parçadır. Amma lazım olan bir parçadır. Mütləq istənilən halda ədəbiyyat fənni üzrə suallar arasında məhz Mirzə İbrahimovun Gələcək Gün romanından da ən az bir sual yer alır. Ona görə diqqətli olmağınız məsləhətdir. Gəldik, əsəri oxuyaq, vacib olan məqamları deyəcəm. Deyir, bütün günü hər tərəfi od ələyən günəş tez-tezə batmışdı. Artıq gün belə deyək də batmağa yaxınlaşır. Firidun xırmanın qırağında hələ döyülməmiş buğda tayəsinin yanında uzanmış. Firidun xırmanın kənarına uzanmışdı. O, isti gün və ağır zəhmətdən sonra gözünün mavi boşluqları dişib düşünürdü. Firidunun gözlərində həyatın ağır və əzablı səhnələr canlanırdı. Uşaqlığı, ata və anasının ölümü, Tehran həyatı, sonra Təbriz həyatı. Bu xatirələr içərisində nədənsə Tehranın əsl bir cəhənnəmi andıran isti günləri və boğucu axşamları xəyalından çəkilmirdi. Yəni, Tehranın o cəhənnəmi andıran isti günləri və boğucu axşamları xəyalından çəkilmirdi. Firidun orada həmişə özünü qəfəsdə quş kimi hiss edirdi. Tehranda həmişə özünü qəfəsdə quş kimi hiss edirdi. Bu xatirə qarşısında ona Azərbaycanın ağaclı və sulu kəndləri, yazda yaşıl xalı döşənmiş kimi səfalı çəmənləri, dağları həqiqi bir cənnət kimi görünürdü. O, çaxmaq qığılcı kimi ani olaraq qəlbində baş qaldıran bir məhəbbətlə təzə biçilmiş, taxıl qoxusu verən yumşaq və doğma torpağı qucaqladı, üzünü ona sürtdü. Gözlərindən iki damcı yaş süzülərək yerə düşdü. Firidun Təbrizin qəlbində Firidunun kim olduğunu və doğulmağını, hansı şəhərdə yaşamağını biz buradan başlayaq. Deyir, Firidun Təbrizin qəlbində, Səhənd dağının ətəklərində düşmüş, bağ-bağatlı və dadlı meyvələri ilə məşhur Azər şəhərdə anadan olub. Demək, hardan anadan yoldaşlar? Təbrizin qəlbində, Səhənd dağının ətəyində olan Azər şəhərdə anadan olub. Bir tərəf Urmiya gölü, o bir tərəfdən daim başı qarı Səhənd dağı silsiləsi ilə əhatə olunmuş Azərşəhər təbiətin gözəl və səfalı gülşələrindən biridir. Yəni Azərşəhərin bir tərəfi Urmiya gölüdür, bir tərəfi də başı qarlı Səhənd dağı idi. Firidunun atası Təbrizin tacirlərindən birinin Azərşəhərdəki malikanəsində bağbanlıq edir. Yəni Firidunun atası bağban idi. Firidun xırda bir daxmada dünyaya gəlmiş. Bu hündür divarda hazırlanmış, göz istədikcə uzanan bağın darvazaları yanındakı iki gözlü palçıq daxma idi. Firidun atası da, babası da burada doğulmuşdu. Yəni, Firidunun atası babası da məhz bu daxmada dünyaya gəlir. Anası hər il mart ayında Novruz bayramı qabağı, daxmanın qapı tərəfinin çöl divarlarını ağardar, içəridəki yırtıq kilim və yorğan döşəyə çırpıb təmizləyir. Biz bundan başqa yoldaşlar, demək, Novruz bayramı haqqında adət-ənənələrə Məmməd Hüseyn Şəhriyarın Heydər Baba Salam poemasında, sonra İsmail Şıxın Dəli Kür romanında da biz bununla bağlı demək, Novruz bayram bağlı adət-ənənələr demək rast gəlirik. Belə yoxsul yaşasalar da onlar özlərini xoşbəxt hesab edirdilər. Bir kez çörək üçün hələ onların nəslindən heç kəs başqasına əl açmamışdı. Pisi yaxşı, hər il qışı yaza çıxarır, beləliklə aclıq nə olduğunu bilməzlər. Bu yaşda artıq Firidun atasının əlindən altında işləyir, meyvələrin dibini boşaldır, yəni bağbanlıqda atasına köməklə edir, ağacların peyvənd edə bilirdi. Bu ayları, yay ayları Azərşəhərə gələn ərbab uşaqlarını o əlifbanı da öyrənə bilmişdi. Yəni, demək Firidun heç bir məktəbdə oxumamışdı, sadəcə olaraq ərbab uşaqlarına əlifbanı öyrənmişdi. Atası onun vərəqləri cırılmış birinci sinif kitabındakı hecaları, hekayələri höccəli oxuduğunu gördükdə alnından öpmüş və iftixarla bu uşaqdan bir şey çıxacaq demişdi. Doğrudan da biz görürük ki, bu uşaqdan nəsə əmələ gələcək. Hətta bir qədər pul yığıb Firidunu Təbrizə və Tehrana oxumağa göndərmək fikrinə də düşmüşdü. Yəni, Azərşəhərdən Təbrizə və Tehrana oxumağa da göndərmişdi. Amma biz görəcəyik ki, bir qədərdən sonra artıq o fikrindən əl çəkdi. Lakin tezliklə bu xəyalını əl çəkməli oldu. Tehrana köçən köhnə tacir Azərşəhərdəki malikanəni satdı. Yəni, bunların o bağbanlıq etdiyi ağa öz malikanəsini satır. Yeni ərbab çox qəribə xasiyyətə malik idi. Onun hərəkət və davranışlarında insanlar münasibətində möhkəm və sabit heç bir şey yox idi. O gah qarşıdan çıxanı hər şeyə quru dağcılar bir dəli, gah da hər şeyə laqeyd münasib bəsləyən, sadəlöv bir sarsaq kimi hərəkət edirdi. Gah dəli idi, gah da sarsaq idi. Yeni ərbab. 12 yaşlı oğlu isə atasının əksinə olaraq
çox aydın xassə malik idi. Bu, dalaşan, vurub sındıran, hay basıb ağlayan, qəhqəhə çəkib gülən zırrama bir dəli idi. Erkönlük və kütlüyün bir nümunəsi olan bu uşaqda ağıl və düşüncədən əlamət belə yox idi. Çox ağılsız, küt bir uşaq idi. 4 il məktəbə getməyinə baxmayaraq, demək olar ki, biz görürük ki, 4 il məktəbə getdiyinə baxmayaraq, o hələ də əlifbanı öyrənə bilməmişdi. Biz gördük ki, burada Firudun ərbab uşaqlarından öyrənmişdi, amma bu ərbabın özü uşağı 4 il məktəbə getməyinə baxmayaraq əlifbanı hələ bilmirdi. Əlinə gələn hər şeyi vurub sındırar, istədiyi adamın başına çırpar, üzünə tüpürərdi. Heç ona bir söz deyən olmaz, çünki erkən böyümüşdü, ərbab balasıdır. Bağa köçdüklərin 3-cü günü o Firudun gizlənpaç oynamağa çağırmışdı. 5 dəqiqə keçməmiş dəzəlliyə başlayıb bir kötüyü Firudun başına endirmək istəmiş, Firudun kötüyü onun əlini almış və qarnını bir təpik vurub yerə sərmişdi. O motal kimi yıxıldığını yerdə düşüb qalmışdı. Nəticəsində həyata qaçışan adamlar içərisində ərbab da var idi. Ərbab gözü qızmış dəvə kimi özünü Firudun üstünə atmışdı. Lakin Firudun cəld arxın o tayına atıldıqda ərbab üzü üstə yerə dəymişdi. Ay uşaq, tutun bu vələduzlanı. Nökərlər Firudunun dalınca tökülüşmüşdülər. Firudun ağacdan ağaca yel kimi uçaraq hasar o taya aşmışdı. Bu zaman yerindən durub ətəyini çırpan ərbab Firudun atasının yanına çağırmışdı. Ay kişi, sənin gözlərindən xəyanət dökülür. Firudun atası pambıq kimi ağarmışdı. Ağa, 100 ildir bu torpaqda qulluq eləyirik. 10 sənə kimi ərbab yola salmışıq. Heç biri də bizdən xəyanət görmə. Yox, sən xain adamsan. Şələşlən yığışdı, buralarda izin tozun görünməyib. Firudun atası başqa bir yerdə işləmək istəmişdi. Lakin əvvəla bir ərbabın qovduğu adamı başqa ərbab iş vermək istəməmişdi. İkincisi də ərbab Azərşəhərdən, həmin ərbab demişdi ki, Azərşəhərdən çıxmasa, işin uzun sürəcəyi kişinin qulağına çatdırmış. Yəni, bu Azərşəhərdən çıxıb getməsə, onu ilişdirəcəkdi. Elə o güncə Firudun doğma torpağı tərk etmişdi, yəni Azərşəhəri tərk etdilər. Azərşəhərdən ayrıldıqları gündən Firudun ata və anasının üzündə bir dərin kədər görürdü. Onlar çox fikirli idilər. Zahirən təmkinli və mülayim olmağa çalışsalar da, gizli istirab və əndişələri gizlədə bilmirdilər. Firudun xüsusən anasının çox sıxıldığını hiss edirdi. Arvad torpaqdan qoparılmış mənfişə kimi hər an, hər dəqiqə şikayət etmədən sakitcə saralıb solurdu. Bir gecə uzun yoldan sonra hansı bir karvansarada şirin dərhal yatdıqları zaman laylaya oxşar bir ağlama səsində Firudun yuxudan ayılmışdı. Anası onun başını diz üstə olaraq oturmuşdu. Firudun dərhal anasının boynuna sarılaraq bərk yatmış anasını oyatmamaq üçün, başımın atasını oyatmamaq üçün yavaşcan demişdi. Anacan, ağlama, sən Allah ağlama demişdi. O gündə anası bir daha ağlamamışdı. Lakin hər gündə biraz da olsa, biraz da çox saralıb solma başlamışdı. Qüssə onun içini yeyirdi. Tehranı atıldıqlarından 3-cü ay, yəni artıq belə deyək də, Azərşəhərdən Tehrana gəlmişdilər. Tehrana atıldıqları 3-cü ay elə beləcə sakit bir şam kimi arvad sönüb getdi, yəni dünyadan köçdü, həyatdan köçdü. Bu Firudun həyatında ən ağır xatirələrdən biri idi. Yəni ananın itkisi doğrudan da bir övlad üçün ən ağır itkisilərdən biri idi. Tehranda onlar çox çətin çəkdilər. Bir neçə gün bazar ayağına qaldılar. Sonra kiçik bir otaq kirayə etdilər. Atası iş tapa bilmədiyi üçün getdikcə əndişələri artırdı, əzabları artırdı. Lakin xoşbəxtlikdən o xudmanın bir bağı və həyatı olan yaxşı bir adama rast gəldi. Bu ata-babası Tehranlı olan təqribən 65-70 yaşlı qoca bir müəllim idi. Firudun atası bir ilin ərzində bağın səliqəsini dəyişdi, yeni ağaclar saldı, yaxşı güllüşlər düzəltdi, cürbəcür peyvəndlər etdi. Müəllim ondan çox razı qaldı. Birinci aylar Firudun atasına kömək edərdi. İkincisi. Lakin bu sadə uzun sürmədi. Tehran gəldiklərinin 3-cü ayında atası qarın yatağı ilə naxoşladı və naxoşluğun 7-ci gün xəstəxanada vəfat etdi. Firudun tək qaldı. Təbiətdən və tərbiyəsinə görə insanpərvər olan qoca müəllim onu küçələrə atmadı. Firudun küçələrə atmır, oxutdu. Şəhərdə minlərlə yetim və başsız uşaqlar görən Firudunun qəlbi bu müəllimə ömrü boyu unutmayacağı bir minnətdarlıqla dolu idi. Öcək qardaşları uşaqlarından başqa heç kəsi olmayan müəllim xəyalpərvər bir adam idi. O, dünyadakı bütün fəlakətlərin səbəbini cəhalətdə görürdü. Baxın, qoca müəllimin dilindən əslində böyük bir əsərin ideyası var. O, dünyadakı bütün fəlakətlərin səbəbini cəhalətdə görürdü. Firudun bir il Təbrizdə işlədi.
İkinci bu qərara gəldi ki, başqalarının gözünü açmaq üçün hələ daha artıq biliyə möhtacdır. Buna görə də Darülfünuna daxil olmaq fikirlə Tehrana qayıtdı. Yəni burada artıq biz Tehran və Təbriz həyatını görürük. Əsər biraz qısaldılmış formadadır deyə. Demək buradan Tehranda qalır, sonra Təbrizə köçür, təzədən Tehrana gəlir, Təbrizdə işlədi, sonra təzədən Tehrana qayıtdı. İlk əvvəl ona atalıq etmiş qocanın yanına getməyə özünə borc bildi. Böyük həyətin taxta qapısındakı dəmiri döydü. Tezlə qapı açıldı və qabağına tanımadığı bir adam çıxdı. Üst başından nökərə oxşayan bu adam Firudunun həyəcanlı suallarına qarşı laqeyd adi bir səslə müəllimin 6 ay qabaq öldüyünü və Mülkinin qardaş uşaqlarının sahib olduğunu bildirdi. Bir anda sanki böyük bir şəhər Firudun tamamilə yabancı və düşmən görüldü. Qoca müəlliminin ata və anasının qəbrini ziyarət etdikdən sonra Təbrizə qayıtmaq istədi. Lakin tezliklə bu fikirdən əl çəkdi. Yayda Təbrizdə nə edə bilərdi? Kəndə dayısı Musa kişinin yanına getməyə qərara gəldi. Yayı orada işlər və pay üçün bir şey düzəldib Tehrana qayıdar. Yəni artıq belə deyək də Firudunun kəndə Musa kişinin yanına getməyini səbəb orada işləyər, özünə bir pul toplar və təzədən Tehrana qayıdar. Gecə öz pərdəsini yığıb gedir, dan yeri sökülürdü. Artıq Firudun burada kənddədir, Musa kişinin yanındadır. Firudun Musa dayının Allahu Əkbər səsindən yuxudan ayıldı. Hava sakit idi. Axşamdan əsən meh gecə yarısı kəsilmişdi. Buna baxmalı çöllərdən, təpələrdən hələ biçilib qutarmamış, başı aşağı dikilmiş, zəmilərdə yüngül, sərin bir hava otların iyini, sümbüllərin qoxusunu xırmana gətirərdi. Nə üfüqlərdə, nə də göy üzündə bir tikə bulud yox idi. Mavi boşluqlar göz işlədikcə uzanıb gedirdi. Gündüz də çox isti olacaq. Firudun qalxıb üst başını təmizlədi, gecənin ayazında buz kimi olmuş kuzənin suyu ilə əl-üzünü yudu. Sanki ona yeni bir həyat gəldi. Balaca ot tayasının yanında köfşəyən öküzləri gətirib vələ qoşdu. Özü də vəli üstünə çıxdı. İlk də Musa kişidən eşitdikdə ləzzətdən qəhqəhə çəkib güldüyü sözləri öküzləri səslədi. Ha, ha, dədəm sənə qurban, ha. Firudun vəlinin üstündə idi. Sübhdən işləyən və istidən üzülüb, taqətdən düşmüş öküzlər zorla hərəkət edirdilər. Firudun özü də bərk yorulmuşdu. Musa dayı, onun yoldaşı Səriyə xala və uşaqları da işləyirdi. Demək, Musa dayını biz burada Musa dayının yoldaşı Səriyə xalanın adını eşitdirik burada. Səriyə xala uşaqları işləyirdi. Onlar sovuq atır, taxılı xəlbirləyir, xırmanı təmizləyirdi. Ayaz sovuq atır, atan atasına kömək edirdi. Ayaz Musa kişinin oğludur. Ayaz sovuq atan atasına kömək edirdi. Musa kişi məhəbbət və ümid dolu nəzərlərlə ona baxıb, düşmən toxmağıdır, Allah sağlığını deyərdi. Bugün sabah yekə oğlan olub əlimdən tutacaq. Bu sözlər eşidən uşaq bir adı ziddiyyət etdi, işlər və atasının onu böyük yerində qoymasından sevinirdi. Birazdan sonra Firudun yorğun halda tərdən islanmış öküzləri açacaq, ot tayasının kölgəsində gətirdi. Musa kişi yaş ot bağlamalarından birini açıb onların qabağına tökdü və ha dədəmsə qurban deyib boyunlarını tumarladı. Gülnaz saxsıq bardaqda, Gülnaz da Musa kişinin qızıdır. Gülnaz saxsıq bardaqdakı qatıqdan mis kəsəyi töküb ucu yeyilmiş taxta qaşıqla çalma başladı. Onun içinə çörək, göy soğan, xiyar, bulaq yarpı doğradı, yenə taxta qaşıqla çaldı. Küzədən su töküb ovduq düzəltdi və Musa kişi ilə Firudun qabağına qoydu. Onlar sükut içində ovduqdan biraz yemişdilər ki, Həsənalının çığırtısını eşitdilər. Həsənal da Musa kişinin qonşusudur. Həsənalının çığırtısını eşitdilər. Köməyə gəlin, kafir məni öldürdü. Yerlərdən çısırayıb onun yanına qaçdılar. Həsənalı balağı dizindən azca aşağı tiz tumanı bərk-bərk buduna sıxaraq qışqırdı. Gürzə çaldı. Gürzə onun yalın ayağının dalından, topuğundan çalmışdı. İlan dərdlərin arasında yatmış imiş. Həsənal su kuzəsini götürən yerdə üstünə atılmışdı. Kişi ümidsizlik içərisində özünü itirmişdi. Nə etmək lazım gəldiyini bilmirdi. Arvadı və 6 uşağı bir-birinə qarışaraq fəryad qopardığından kişinin vahiməsi getdikcə artırdı. Musa kişi Həsənalının dizdən aşağı qıçını sarıdı. Musa kişi onun dizini sarıdı. Qatıq deyə uşaqlar döndü. Qatıq yox idi. O çaparaq kəndə tərəf yollandı. Atın belində xırmandan uzaqlaşan Mübaşir Məmmədi harayladı. Yoldaş bax burada. Mübaşir Məmməd demək həmin dövrdə belə deyək də hökumət tərəfindən kəndə təyin olan bir kəndxuda idi, belə deyək də. Kənd sədri idi. Əslində Mübaşir Məmməd kəndlərinin qayğısına qalmalıydı, olan problemini çatdırmalıydı. Amma Mübaşir Məmməd çox laqeydsiz, çox murdar bir insan idi. Mübaşir Məmməd harayladı. Mübaşir çiyninin üstündə ona tərəf baxıb, atın məhmizlədi. Və Mübaşir Məmməd təbii ki, burada mənfi obrazdır. Musa ki, onda imdad olmazdı, görüb qayıtdı.
Həsənalının qıçı şişməyə başladı. Musa kişi kəndə gedib gələnə qədər gec olacağını düşünərək onu eşşəyin belinə sarılmaq istədi. Lakin Həsənala etiraz etdi. Getdikcə kişi artan qıçını göstərib təcili əlac istədi. Arvad uşaqlar baş göz yola nail edirdilər. Firidun dedi: "Musa dayı, həkim tap," deyib səslədi. Musa kişi əlini havaya oynatdı. "Ay rəhmətli oğlu, bu xarabada həkimin nə işi var? Biz təbii ki, Məmmədhüseyn Şəhriyarın Heydər Baba salam poemasında da kənddə həkimlərin olmadığını eşidirik. Deyir ki, bu xarabada burun qanı kəsən yox. Deyir ki, burundan qan açıb baxırsan məmdəsən yox, bu xarabada burun qanı kəsən yox. Yəni orada bir həkim də yox idi. Bax, həmin demək proseslərdir. Artıq iş getdikcə xeyli yuxarı işləmişdi. Buna görə Həsənalı nə isə qəti qərar gəlmiş kimi üzünü Musa kişiyə tutdu. Bircə xəncərdən zaddan tap, dizdən qıçımı kəsmək lazımdır. Heç kəs nə gəlmədi. Həsənalı üzlərindəki donuqluğu görüb təlaşla səsləndi. "Nə qədər gecdi, kəsin. Balta da olsa kəsin," dedi və əsəbliklə arvadın tərəf səsləndi. "Nə şeylə qoparmısan kişi?" O uşaqlara da səsləni kəsdi. Bir anda uşaqlar da arvadda sustu. Haradan iti bir balta tapdılar. Həsənalı qıçını xırman ayağındakı uzunsov daşın üstünü aşırdı. "Vur, bircə zərbə ilə vur." Kim baltan qaçıb, "Uf, əlim gəlmir," deyib yerə qoydu. Şiş artıq dizə yaxınlaşırdı. Həsənalı bir də ufultu ilə ağlayan arvadına və uşaqlar təpinib üzünü kənara tutulmuş bir kəndliyə tutdu. Hər hansı bir kəndliyə tutdu. "Qəssab ala," adına deyir qəssab ala. "Qəssab ala, niyə durmusan? Mənim ölümümü ki istəmirsən, götür baltanı çırp bura." Qəssab ala bir söz deməyib adamı itələdi və baltanı götürdü. Hərləyib qaldıranda hamı başını yana tutdu. Bir zərbə Həsənalının qıçının dizindən üzüb kənara atdı. "Tez əsi yandırıb basın," dedi. Yaşarmış gözləri sıxaraq cəld uzaqlaşdı. O yanmış külün tərkibində yod olduğu üçün yod da qanı saxlayırdı, qanı kəsir. Firidun dayana bilməyib qəmgin bir halda xırmanlara döndü. Şikəs Həsənalının və onsuz da eyti əzlən uşaqlarının gələcəyini düşündü. "Bədbəxt millət," deyib köksünü ötürdü. Bax, bədbəxt millət ifadəsi Firidunun dilindən deyilən ifadədir. Həsənalının və onun körpə uşaqlarını göz önünə gətirib deyib. Öz-özünə, "Kənddən qaçmaq lazımdır," dedi. "Burada dərddən, qüssədən başqa bir şey yoxdur." Kənd bir-birinə dəymişdi. Xırmanlarda, evlərdə, küçələrdə, bulaq başında, çay qırağında eyni sözü danışırdılar. Bir-birinə rast gələn kəndlər ayaq saxlayır, durub deyirdilər: "Nə etmə?" Bax, bu nə etməyə sual artıq əsərin ideyasıdır. Həmin dövrdə baş verən proseslərin sualıdır. Nə etməli, necə edək ki, azad olaq, müstəqil yaşayaq, çörək tapaq yeməyə, öz dilimiz olsun, öz məktəbimiz olsun, nə etməli? Deyə bir-birinin üzünə baxır və ümidsizcəsinə başdan sallayıb gedirdilər. Heç kəs bu sual cavab tapa bilmirdi. Nə etməli? Heç kəs nə etmək lazım gəldiyini bilmirdi, amma hamı narazı idi. Hamının ürəyi dərddən, qəzəbdən partlamaq dərəcəsinə gəlirdi. Uşaqdan böyük hamının bütün kəndinin qabağında bir sual durmuşdu. Nə etməli? Lakin bu sual cavab tapacaq bir adam yox idi. Bu sual Firidunu da düşündürürdü. O yeriyəndə də, yatanda da, su içəndə bu sual cavab tapmaya çalışırdı. Nə etməli? Kəndə böyük ümidlə gəlmişdi. Elə düşünürdü ki, qış xərcini özü ilə aparacaq. Musa kişiyə kömək etməklə, özü də çörək dərdi çəkməkdən darıltında oxuya biləcəkdi. İndi bu ümidlər hamısı boşa çıxırdı. Bununla belə o, özündən artıq kəndlərin halına yanırdı. Çünki o, canını cəfə basıb oxuya-oxuya tacir uşağın dərs deyər, necə olsa güzarını təmin edərdi. Onu düşündürən tanış olduğu, evlərin içinə qədər, sandıq və xurcunlara qədər bələd olduğu, qarşısında bir sürü lümlü körpəzi civləşən kəndlərin halı idi. O bütün ümidini, bütün gələcəyini, bu üçün məhsula bağlanmış Musa kişilərin, Həsənalların, yetimlərinin halına yanırdı. Ürəyini dağlayan da buydu. Başı Məmməd məhsulun bölünməsi haqqında ərbabın yeni şərtini kəndə gətirdiyi saatda gözlərində ümid sönmüş, üzlərindəki şadlıq bir qüssə, əzablı bir fikir əvəz etmişdi. O vaxtdan da bu ağır sual ortaya çıxmışdı. Nə etməli? Yəni, bu sual nə vaxt ortaya çıxmış yoldaşlar? Mübaşir Məmmədin kəndə yeni gətirdiyi şərtdən sonra. Kəndlər hamısı böyük bir xırmanın başına yığılmışdı. Tayanın dibində köhnə kilimlərdən çadıra oxşar bir şey düzəltmiş və içinə kürsü qoyulmuşdu. Kürsünün də üstünə xalça döşənmişdi. Orada zahirlərindən çox görkəmli ağalara oxşan 4 nəfər oturmuş və başı Məmməd Əli Əmniyyəbaşı qabaqlarında əmrə hazır idilər. Demək, 4 nəfər oturmuşdu, onlardan başı Məmməd eyni zamanda Əli Əmniyyəbaşı da oradaydı. Yanlarında 2 başqa əmniyyədi vardı.
Kəndlər 15-20 addım aralı halay vuraraq onları əhatə etmişdi. Musa kişi maraqla kütlənin içərisinə girmək istəyən Firidunu qarşıladı və yavaşca qulağına pıçıldadı. Ərbab özü gəlib. Ağa Hikmət İsfahani, yəni Ağa Hikmət İsfahani da buradır. O burada nə edir? Tehranı buraxıb bura niyə gəlibdir? Nə bilim, deyirlər, qonaqlar götürüb yaylığa çıxıbdır, səyahətə gəlibdir. Yolun buradan düşüb, Mübaşir Məmməd çəkib gətirib kəndə. O Mübaşir Məmməd o alçaq, o Mübaşir Məmməd var ki, hansı ki o çəkib gətirib demək kəndə. Firidun adamların arasında özünə yer elədi, belə ki o həm kəndləri, həm də ağaları rahatca görə bilirdi. O uzun boylu, canlı, bütün boynu ət basmış, Hikmət hazır yeməkdən, havayı yeməkdən ət basmış, Hikmət İsfahan diqqəti süzdü. Ərbab qaya kimi susub durmuş kəndlərə baxırdı. Baxın yoldaşlar, bir şey yadda saxlayın ki, bu fars deyilən bu murdarlar ermənilərdən də betər. Yəni, dəfələrlə mən əsərlərdə də oxuyuram və yaxud da eşitdi məlumatdan biz bilirik ki, Cənubi Azərbaycanda millətlərin, bizim bu Cənubi Azərbaycanda olan o soydaşlarımızın başına olmazın müsibətini gətiriblər. Bax, bu həm Azad hekayəsi, eyni zamanda bu Gəzək romanda xüsusilə bu həmin proseslərdən bəhs edir. Görsən, Hikmət İsfahani cəmaatı əzirdilər, qul olmağa məcbur edirdilər. Bax, gör vəziyyət necəymiş də. Bu gün də elədi, bu gün də elədi. Amma gün gələcək düşünürəm ki, hər şey öz yolunu tapacaq və azadlığa qovuşacaq. Bunu hiss edirəm hardasa. Ət basmış Hikmət İsfahani diqqətlə süzdü. İsfahani diqqət süzdü. Ərbab qaya kimi susub durmuş kəndlərə baxırdı. Bu sükutun altında qəzəb və nifrət hiss etmiş, özünü vahimə göstərməyə çalışırdı. Yəni, görür ki, kəndlər çox qəzəblidir, bu da özünü biz vahiməli göstərir ki, kəndləri qorxusun. Qaşqabağına sallamışdı. O kəndlərdən qorxur, bu lal kütlərinin hərəkətə gəlməsini sel kimi yol üzərindəki hər şey yuyub aparacaq hiss edir. Demək, baxın, diqqətli olur burada. Firidunun düşüncəsi də artıq bu. Firidun kəndlər və ərbab haqqında düşüncəsi deyir ki, ərbab kəndlərdən qorxur. Bu lal kütlərin hərəkətə gələndə sel kimi yol üzərindəki hər şey yuyub aparacağını hiss edir. Deyə bir fikir Firidunun başından keçdi. Firidun düşündü ki, bu kütlə hərəkətə gəlsə, bütün yoldakı, beləliklə, bütün o ərbabı yadı əzib keçəcək. Hikmət İsfahanın ağır sükutu pozdu. O farsça danışırdı. Ağır və dərin bir su içində kəndlər bir-biri ilə baxdılar. Kim isə dedi. Ağa nə buyurur? Qanmadı dedi. Bizi başa sal. Mübaşir Məmməd əyilib Hikmət İsfahanın qulağına pıçıldadı. Hikmət İsfahanın üz gözünü biraz turşudub, Mübaşir Məmmədə başı ilə razılıq əlaməti verdi. Mübaşir Məmməd üzrə cəmaatı tutdu. Ağa buyururlar ki, İnsaf və ədalət naminə gərək məsul onların uğurdu kimi bölünsün. Başqa heç bir çarə yoxdur. Gərək 5də 1-i siz, 5də 4-ünü ağa özləri götürsünlər. Çünki ağanın özündə xərclər çoxdur. Dövlət vergisi var, məmur var, nökər var. Hamısı ağanın ağzını açıb yemək istər. Kəndlərin arasında etiraz bildirən bir uğultu keçdi. Hər yerdən bir səs gəldi. Bəs əvvəlki söz nə oldu? Bizim balalarını torpaq yesin, ölsün 5də 2-sini verəcək. Demək, kəndlər deyirdilər ki, 5də demək 2-si olsun, amma ərbab deyirdi ki, 5də 4-ü olsun. Yəni 5də 4-ü mənimdir, 5də 1-i sizindir. Amma kəndlər deyirdilər ki, 5də 2-si bizimdir. Aydın oldu mu? Yəni kəndlər 5də 2-sini istəyirdilər. Amma ərbab belə dedi dağa. Ərbab isə 5də 1-ini vermək istəyirdi. Yəni 5 yerə böləcək. 4-ü mənimdir, 1-i sənindir. Demək, ölsə də 5də 2-sini götürəcək. Bu hay-küy içərisində kütlə hərəkətə gəldi. Onunla ağalar arasında dairə xeyli daraldı. Hikmət İsfahanın əsəbləşdiyini görən əmniyyələr tüfəngin qundağı ilə cəmaatı yerə oturtdular. Mübaşir Məmməd cəmaata qışqırdı. Bir sakit olun. Qoyun sürüsü kimi bir-birini dəymə. Bax, xalqın burada bir təhqiri də var. Mübaşir Məmmədin xalqı təhqir etdiyi görür ki, qoyun sürüsü kimi bir-birinizə dəyməyin dedi. Firidun Musa kişinin üsyankar bir sifətlə Hikmət İsfahanın qabağında durduğunu gördü. 3 uşağının sağ tərəfində, Həsənanın 6 yetimi də sol tərəfinə düzmüşdü. O Hikmət İsfahanın qarşısındakı şiqat əyilərək. Ağa, dedim sənə qurban dedi. Bu tifillərə bax, bizə yazğın gəlsin. Bax, görürsən ki, boğazları çökdən nazil. Qarınları tulu kimi şişib. Niyə? Az qalmaqdan, çeşli su içməkdən. Əyinləri də ki, Allah şükür görürsən, çıl-çılpaqdır. Bizə yazğın gəlsin. Ağa, hamımız bugündək. Əslində, burada təkcə Musa kişinin vəziyyəti yox, bütün Cənubi Azərbaycanın bütün insanların vəziyyəti Musa kişinin simasında əyanləşdirilir.
Başı Məmməd yenə əlib Hikmət İsfahanın qulağına nəsə pıçıldadı. Hikmət İsfahanı Musa kişinin üstünə qışqırdı. Heç utanırsan kişi, 3 ildir su pulunu vermirsən, bir söz demirəm. Bu da yaxşılığın əvəzidir. Musa kişi yalvardı. Ağa, dedim sənə qurban, hər il verirəm, qurtarmaq bilmir. Mən verdikcə o artır. Bir dəfəlik ver, müamiləsi, yəni faizi də, sələməsi də üstünə gəlməsin. Nə eləyək ağa, verərəm. Sən bu bizə rəhm elə, bu tiflilərin boğazını kəsməyər. Biz də borcundan çıxarıq. Allah kərimdir. Hikmət İsfahanı yuxarıdan aşağı nifrətlə ona baxdı. Yenə var, yoxsa hamısı budur? Musa ki, sualın mənasını başa düşmədi. Qanmadım dədəm sənə qurban. Nə buyurdu? Mübaşir Məmməd dilləndi. Mübaşir Məmməd tərcümə edəndə belə deyək. Ağa buyurdu ki, övladın yenə var, yoxsa hamısı budur? Musa ki, ciddiyyətə cavab verdi. Bu üçdən başqa biri də var. İkə qızdır. Qız uşağıdır. Həya elədim, gətirmədim. Bəs bu altısı kimindir? Ağa, başına dönüm. Yetim kimi bir şeydir. Dədələri 2-cə gün əvvəl elə burada ilan çaldı. Qısını kəsməli oldu. İndi əzil-zəlil yatır evdə. Bu yetimlərin ruhusunu kəsmə, ağa, rəhimlə. İmam Rıza yolcusu kimi zəhləmizi tökmə, kişi, yana çəkil. Allahdan qorx, ağa, fağır çörəyini yemə, Allahdan qorx. Başı Məmməd Hikmət İsfahanın qulağını tərəf əldi və yenə nəsə pıçıldadı. Hikmət İsfahanın ayağa durdu. Baxın, burada artıq görürlər ki, Musa kişi öz haqqını tələb edir. Musa kişiyə şər atırlar. Diqqətli olaraq, baxın, indiki dövrdə də, keçmiş dövrdə də Musa kişini qorxudaraq, dinlə qorxudaraq, o yalancı dinlə qorxudaraq Musa kişini aldadırlar. Qorxuzurlar Musa kişini. Kişi, sən yəni Allaha zada inanmırsan. Yox elə, Hikmət İsfahan özü Allaha inanırdı, qaldı Musa kişinin Allaha inanmağa. Özü yazıqların belini qırır, cəmatın çörəyini əlindən alır. Hələ bunlara deyir ki, Allaha inanmırsan sən. Allaha inanmayan Hikmət İsfahanı özü idi ki, körpələrin boğazından kəsirdi, tifillərin belini qırırdı. Necə özü Allaha inanırdı ki, Musa kişiyə bir şər dağıtır. Allaha zada inanmırsan, deyə Musa kişinin yoxasına yapışdı. Əstağfurullah elə. Dədəm sənə qul, əstağfurullah elə. Ağzın qulə. Yox, inanmırsan deyirəm. Sən Allaha inansan, gecə dəzlənmiş buğdanı xırmandan oğurlayıb evinə daşımazsan. Musa kişi şər atırlar. Musa kişi heyrətlə cəmaata baxdı. Cəmaat yerinə qurmuş kimi durmuşdu. Buyur dədəm sənə qurban. O buğda, o da sən. Gecə necə dəzlənib elə də durur. Cəmaat Musa kişinin xırmanı tərəf hərəkət etdi. Mübaşir Məmməd qabaqda, dalınca Hikmət İsfahanı və onunla gələn başqa 3 nəfər. Musa ki, balaca uşaqlar yadından çıxarıb hamıyla qabaq xırman tərəf qaçdı. Xırman çatdıqda hamı heyrət aldı. Doğrudan piramida buğdanın dəci pozulmuş. Buğdanın dəcində Hikmət İsfahanın öz adamları pozublar ki, Musa kişiyə şər atsınlar. Hikmət İsfahan Musa kişinin boyundan aşağı basıb dağınıq buğdan göstərdi. Hə, bu nədir? Bu nədir? Musa ki, dəli kimi bir buğdayıb birdən başı Məmmədə, əli əmniyə başı baxıb qışqırdı. Cəmaat inanmayın. Bu buğdaların hamısı əlimizdən almaq üçün bir bəhanədir, yalandır. Hikmət İsfahanı qızardı. Deməli, sən dəci pozmamısan, hə? Xeyr, Allah bilir ki, mən dəci pozmamışam. Yaxşı, onu da yoxlayacağım. Quranı əl bastıracağım. Baxın, yoldaşlar, insanların inancından gör necə istifadə edirlər. Quranı əl bastıracağım ki, sən dəci pozma. Dəci əslində elə Hikmət İsfahanı özü pozub da. Cəmaat da qorxusundan Quranı əl basmır ki, hər şeydən ötürü Quranı əl basmazlar da. Cəmaatda belə bir düşüncə var ki, hər şeydən Quranı əl basmazlar. Bu qorxur ki, birdən Quranı əl basaram, sonra nəsə Allah mənə nəsə bir pis xəta baş verər. Xəta baş versəydi ilə Hikmət İsfahanı öz belin qırardı da. Çünki o yalan deyir, cəmaata şər atır. Quranı əl bastıracağam. Cəmaat kənara çəkilir. Sofi İranpərəst 7 addım sayıb torpağına küt bir qalaq qayırdı. Quranın əlində onun yanında durdu. Cəmaat gəlib vəziyyətdə Musa kişiyə baxdırdı. Fürdun nəzərlər ondaydı. Onun gözlərində ağır və peşmançılıq izləri vardı. Hikmət İsfahan soruşdu. Hə, deyir, buyur, and sözü qutaraq, dedi. Musa ki, qısları əsasla 3 addım atdı, 4-cü addım dayanında, dönüm Hikmət İsfahanı qısları ucaladı. Ağa, mən rəhimin gəlsin, çək məni balanın başına. Hamısını götür get, heç şey istəmirəm. Görür ki, yolun, bax burada belə deyək, Musa kişinin öz avamlığı, plus da Musa kişinin düşünürdü ki, Qurana hər şeyini Qurana and içməzlər də, insanları din pərdəsinə istifadə edib insanları sındırırdılar, belə deyim də. Yox, belə dinsizlər cəzası qoymaq özü Allahın yanında böyük bir günahdır. Gör nə qədər şərəfsiz adamdır ki, bu İsfahanı. Günahdan danışır, özü isə nahaq yerə cəmaatın malını alıb yeyir. Dedi və üzünü əmniyə başı tutdu. İndiki bizim o, bəzi o, başında o parça dolayan dindarlarımız kimi də, özləri yeyirlər, boyunların yoğunadırlar, özləri dindən danışırlar, 150 mini maşın minirlər, amma cəmaat acından qırılır, hələ bir nəzir də yığırlar. Bax, sırf indiki vəziyyəti göz önünə gətirirəm mən və biraz da coşuram açıq. Kəndir gətirin. Bu dinsiz ağac sarıyın 200 çubuq. Görək elə kimdir dinsiz?
İsfahani dinsi yoxsa Musa II dinsi? Dinsizin elə birincisi Hikmət İsfahanidir ki, nahaq yer cəmaatın malını yeyir. Bu dinsi ağacı sarıyın. 200 çubuq. Əli əmniyə başı o bir-iki əmniyə baxdı, qaşını tərpətdi. Əmniyələr tez hərəkət etdilər. Heç kəs səsini çıxarmadı. Musa II ölü kimi başına sallayıb durmuşdu. Firdun ona baxır və ölü kimi başını saldı. Çünki haqqın hüququnu tələb edə bilməyən bir insandır, bir kəndçidir, savadsız, hüququnu tələb edə bilməyən, plus insanlar o vəziyyədə salırdılar həm də. Firdun ona baxır və tərəddüd içərisində düşünürdü. Onun dəci pozub taxıl oğurladığına inana bilmirdi. İndi hərəkətlərini də anlamaqda aciz qalmışdı. Əmniyəli Musa II-ni ağaca bağlayıb, yaş suyu çubuqları onun lüt bədəndən çırpmağa başladılar. Musa II ağrılara dözməyib, inildəyib ağlamaqdan çəkinmə başladı. Firdun onu işgəncədən eybəcər hala düşmüş üzünə, qurumuş dodaqlarına baxdıqda gözləri dumanlanan kişi oldu. Səriyə xalan və körpələrin naləsi qulağına çatdı. Dayanın, vurmayın dedi. Onda günah yoxdur. Firdun deyir ki, dayanın, vurma, onda günah yoxdur. O bulağa su gətirməyə getmişdi. Mən Vəli qoşmaq istəyəndə ayağım xəlbirə ilişdi. Buğdanın üstünə yıxıldım. Dərs pozuldu. Onda günah yoxdur. Kəndlər dincəlmiş kimi dərindən nəfəs aldılar. Hikmət İsfahanın üzünü Sof İranpərzi tutdu. Yenə 7 addım saydı. Sof İranpərzi yenə 7 addım saydı. Yenə əlini quran torpaq qalağının yanına durdu. Firdun qətiyyət tüfək cəsəd 7 addım girib torpağa dağıtdı və Qurana əl bastı. Bu Quran haqqı düzdür. Əslində bu etmir. Sadəcə olaraq Musa kişini vəziyyətdən çıxarmaq üçün deyir. Cəmaatdan sevinclə dolu bir səs çıxdı. Musa kişini açıb paltarın özünə verdilər. Firdun qalib Hikmət İsfahanın qarşısına durdu. İndi cəsarətlə addım atır. Ağa dedi, sizin əvvəlki sözünüzü pozmağa haqqınız yoxdur. Bu gərək şərafətinizə də sığışmasın. Firdun İbrahim, nədir bu? Üzr istəyirəm. Hikmət İsfahan'da nə şərafət, nə şərəf. Deyir ki, bu gərək şərafətinə sığın. Onun şərafət olsa bu addım atmazdı birincisi, sığınmasın. Necə danışmışdıq? Elə gərək məhsul bölünsün. Torpaq sizindir, 1 pay. Su sizindir, 2 pay. Mal sizindir, 3 pay. Toxum bizimdir, 1 pay. Bax, bu əl, bu zəhmət bizimdir. Bu da oldu, elə 2 pay. Demək, 5də 3'ü sizin, 5də 2'si isə bizimdir. 5də 3 sənin olsun, 5də 2'si bizim olsun. İkisi bir fasilə sonunda səsini uzatdı. Ya öləcək, bax, bu ifadə Firdunun dilindən də, ya öləcək, ya da bir ponza da artıq verməyəcək, Firdun deyir. Hikmət İsfahani qışqırdı. Xeyr, torpaq 2 paydır. Mən hələ xışı vəli şananı demirəm. Məgər onlar yerdən çıxır. Onlar üstünə gəlsəm, 5'də gərək, 5'də 1 yox, 6'da 1 verim. Başlarsın, ağa başlarsın. Onlar malın üstündə gedir. Torpaq da 1 paydır. Rəyyətin başını da müsibət gətirmək olmaz. Rəyyət adamdır. Haqqlar hüququnu tələb edir. Dedi, sən nədirsən? Desin, sənin fikrin köhnə bazara təzə nırx qoymaqdır. Bağlayın bunu ağaca. 100 çubuq. Bayaqdan bəri Firdunu baxıb dişlərini qıcayan və Mübaşir Məmmədlə nəysə danışan Əli Əmniyyəbaşı bığlarını eşdi. Əmniyyələr Firduna tərəf gəldilər. Firdun müqavimət göstərdi. İtələyib onların birini yıxdı. Mübaşir Məmməd və Əli Əmniyyəbaşı gəncin qollarını qatlayıb danlıq bağladılar və ağaca tərəf sürdülər. Hikmət İsfahani ilə gəlmiş adamlardan bütün bu hadisəni diqqətlə izləyən qartal baxışlı birisi irəli yerib dedi. Firdun göstərib ərbaba müraciət etdi. Yəni qartal baxışlı biri deyir bax bu ifadəni. Bax bu ifadə qartal baxışlı birinin dilindəndir. Adı çəkilməyən birinin dilindən. Bu ağanın danışığından siyasi dil gəlir dedi. Mən cəsarət edib sizdən xahiş edirəm. Onu döyməyin. Onun cəzası daha ağırdır. Bu kişi bədəni məcazatla ona layiq olduğu daha ağır cəzadan qurtarmış olarsınız. Əli əmniyyələr neysə tapşırdı, onları Firdunu götürüb getdilər. Hikmət İsfahanın üzünü kendiləri tutdu. 5'də 1'i sizindir, 4'də 4'ü mənim. Demək, dedikləri kimi də qalır, heç nə dəyişmir. Danışıb qutardı. Ağay Kürt Əhmədi də burada qoyub gedir. Yəni, özündən sonra Ağay Kürt Əhmədi bura bir nəzarətçi qoyub gedir. Mənim vəkilimdir. Kürt Əhməd ağır nəzərlərlə sükut içində durum kəndirə baxdı. Kəndir qaya kimi lal, etimadsız, davamlı və yoxlayıcı nəzərlərlə onu süzürdülər. Əsərin təbliğinə baxaq, dəyərli yoldaşlar. Deyir, əsər epik növdə təbii ki, roman janrında və nəsrlə yazılıb. Əsərin vazgeçilməz xətti var, hadisənin təsvirində təşkiyədən, danışıqdan istifadə olunub. Əsər müəllifin dilindən təşkiyə olunub, nəsrlə yazılıb. Əsəri Firdunun ağır həyatını gözlərinin qabağında canlandırması ilə başlayıb. Roman Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatına, milli azadlıq hərəkatına həsr olunmuş ən yaxşı əsərlərdəndir.
Əsərin əsasında soydaşlarımıza qarşı həqarətli münasibətə, ana dilinin, milli mədəniyyətin yasaq edilməsinə, yurdun talan olunmasına qarşı xalqın mübarizəsi təşkil edir. Hadisələr təsvir olunduğu illərdə Cənubi Azərbaycan baş verən milli azadlıq mübarizəsinin şahidi olması, xalqın taleyinə dərindən bələdliyi, yazıçıya oradakı hadisələri dolğun əks etdirməyə, yadda qalan obrazı yaratmağa imkan vermişdir. Müəllif ictimai hadisələri, azadlıq mübarizəsini canlandırmaqla kifayətlənməmiş, bunlar ayrı-ayrı insanların taleyi, psixoloji vəziyyətləri ilə əlaqələndirmişdir. Əsərdə Firidun, Musa kişi, Mübaşir Məmməd, Hikmət İsfahani, Səriyə xala, Ayaz, Qəssabalı, Həsənalı, Ağay Kürdətmə və s. obrazlar var. Əsərin baş qəhrəmanı Firidun Azərşəhərdə anadan olur. Əsərdə Novruz adət-ənənələri də demək yer alır. Firidun əlifbanı yay aylarında Azərşəhərə gələn ərbab uşaqlarını öyrənmişdi. Firidunun ərbabın uşağını döyməsi ailəsinin bədbəxtliyinə səbəb olur. Firidun gili Azərşəhəri tərk etməsinə səbəb Firidunun özünü müdafiə edən zaman ərbabın oğlunu döyməsi olur. Ərbab Firidunun atasına xəyanət etməkdə günahlandırıb qovur. Firidunun atasının daha Azərşəhərdə işləyə bilməməsinin səbəbi bir ərbabın qovduğuna başqa ərbab iş vermirdi. Həmçinin işləməsi eyni zamanda Firidun gili qovan ərbab Azərşəhərdən çıxmazsa onun tapdığı iş uzun müddət olmayacaq. Yəni ki, onun başına oyun açacaqdır da köhnə ərbab. Firidun gil Azərşəhərdən köçəndən 3 ay sonra anası, 3 il sonra isə atası vəfat etdi. Tehranda qoca müəllim Firidunun atası öləndən sonra onu atmır, oxudur. Qoca müəllim dünyadakı bütün fəlakətlərin səbəbini cəhalətdə görürdü. Bir müddət Təbrizdə işləyən Firidun Tehrana qayıtmaq səbəbi Darülfünuna daxil olmaq idi. Firidunun Darülfünunda oxumaq istəməsinin səbəbi başqalarının gözünü açmaq üçün hələ daha çox biliyə ehtiyacı olduğunu düşünürdü. Firidun kənddə Musa kişinin yanına işləyib bir şey qazanmaq üçün gəlir. Musa kişi xeyirxah insandır, məhsulun yeni bölgüsünə qarşı çıxır. Musa kişi böhtanla üzləşir, o aciz insandır. Firidun səlahiyyət sahiblərinin kəndlilərə qarşı ədalətsizliyinə dözə bilmir. Hər addımda kədərli hadisələrin baş verdiyi yerdə yaşamaqdan dəhşətə gəlir. Həsənalının öz xahişi ilə Qəssabalı onun ayağını balta ilə kəsir. Məhsulun bölünməsinə bağlı yeni və ağır şərt kənddə hamını düşündürürdü. Çıxmaz vəziyyətdə qalan insanın nə etməli sualını qarşısında acı qalmışdı. O yeni şərtdən sonra bu sual ortalığa çıxır. Ərbab yaylığa istirahət gəlmişdi. Mübaşir Məmməd onu çəkib kəndə gətirmişdi. Hikmət İsfahani kəndlilərdə farsça danışırdı. Mübaşir Məmməd onun danışdıqlarını tərcümə edirdi. Hikmət İsfahani yalnız şəxsi mənafelələri düşünən, insanları qorxu altına saxlayan, insanlara yuxarıdan aşağı baxan bir obrazdır. Yeni bölgü əsasən məhsulun 5də 4-ü ərbabın 5də 1 kəndlərini idi. Yəni 5də 4 hissəsi ərbaba çatacaqdı. 5də 1 hissəsi isə kəndlərə veriləcəkdir. Hikmət İsfahani Musa kişinin 3 ildir su pulu vermədiyinə, gecə dəzlənmiş buğdanın evinə daşıdığını günah ittiham edir. Musa kişi and içməsini Hikmət İsfahani istər. Sofiya İranpəs 7 addım sayı Quran əlində gözləyir. Dəci Musa kişi pozmamışdı. Quran ona görə and içmir ki, inancı ona imkan vermir. Hər şeyə görə Quranın and içməyin günah olduğunu düşünür. Həm də qorxmuş qaldırdığı mübarizəni axıracan davam etdirə bilməyəcək. Firidun Musa kişinin dəci pozmasına inana bilmirdi. İndiki hərəkətlərində anlaya bilmirdi. Firidun Musa kişinin düşdüyü bəladan qurtarmaq üçün yalandan dəci pozulduğunu boyun alır və Qurana əl basır. Hikmət İsfahani ilə gəlmiş adamlar Firidunu göstərərək siyasət iyi gəlir deyirlər və onu həbs edib özləri ilə aparırlar. Belə dəyərli yoldaşlar, bir əsərin də sonuna gəldik, çıxdıq. İnşallah növbəti videozaqda sizlərlə görüşəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.